Salam uşaqlar. Həqiqət ədədlərdən bəzi sualları izah edeyim. Bizə qaranlıq qalan sualları. Tutaq ki, bizə belə bir sual verib. Burada x-in, y-in və z-in işarələrini təyin edəcəyik. Birinci verilən ifadədən bərabərsizlikdən mən x-in, y-in, z-in, x-in, y-in işarəsini təyin eləməkdə çətinlik çəkirəm. Amma ikinci ifadədən tapa bilərəm. Mən bilirəm ki, x nə olur olsun. Əgər onun üstündə cüt qüvvət varsa, yəni kvadratıdırsa, mütləq ki, müsbətdir. Mən müsbət ədədi müsbət ədədə vurmalıyam ki, sıfırdan böyük ədədi, yəni müsbət ədəd alım. Mən təyin elədim ki, y müsbətdir. Keçdim bura. Əgər y müsbətdirsə, onda z mənfi olmalıdır ki, müsbəti mənfiyə vuranda sıfırdan kiçik bir ədəd, yəni mənfi bir ədəd alım. Buradan da təyin elədik ki, z mənfidir. Y müsbətdir, z mənfidir. Qaydırıq təzədən birinci bərabərsizliyə. Əgər y müsbətdirsə, yazırıq başına müsbət. Mütləq ki, mən müsbəti mənfiyə vurmalıyam ki, mənfi ilə müsbət mənfi eləsin. Yəni, sıfırdan kiçik bir ədəd eləsin. Yəni, x üstü 5 mənfidirsə, onda x özü də mənfidir deyirik. Deməli, x mənfi, y müsbət, z mənfi. Daha sonra bizə belə bir sual verir. İkinci sual. X kiçikdir 0, o da kiçikdir y, o da kiçikdir z. Yəni, birinci verdiyini bunu başa düşək. X sıfırdan kiçikdir, yəni mənfidir. Y sıfırdan böyükdür, amma z-dən kiçikdir. Tutaq ki, da x mənfi 1-dir. Tutaq ki, y 2-dir, z-də 3-dür. Yəni, belə təsəvvür edə bilərsiniz. İndi getdik, bizə modul verib. Y çıxılsın x, modulda. Üstə gəlinsin, x çıxılsın z, çıxılsın y çıxılsın z. Bərabərdir. Getdi. Y dedik ki, 2-dir. Yəni ki, 2-dir deyəndə nümunə olaraq qoyduq da o ədədi. 2 çıxılsın mənfi 1. X mənfi 1-dir. 2-dən mənfi 1 çıxanda bu 2 mənfi 1-1-in üstə gəlmə eləyir. Olur 2 üstə gəl 1, yəni 3. Belə başa düşürəm ki, modulun içərisi müsbət ədəddir. Modulun içərisi müsbətdirsə, olduğu kimi açırıq. Keçdik bura. X mənfi 1 idi, z də 3 idi. Mənfi 1-dən 3 çıxanda alınır mənfi 4. Yəni, belə başa düşürəm ki, modulun içərisi mənfi ədəddir. Modulun içərisi mənfidirsə, böyükdən kiçik çıxaraq açırdıq. Böyüyümüz z-dir, z-dən x çıxaraq açırıq. Çıxılsın. Y 2-dir, z 3-dür. Yəni, 2 3-dən kiçikdir də. Yəni, modulun içərisi mənfi ədəddir. Yenə böyükdən kiçik çıxaraq açırıq. Yəni, z-dən y çıxaraq açırıq. Z-dən y çıxaraq açacağım. Amma ümumi burada qabaqda bir çıxma var. Bax, buradakı çıxmada. Bu çıxma, bu içəridəki çıxmaya təsir edəcək. Onun üstə gəlmə eləyəcək. Bax, bu formada. Qutardım. İndi z-lə, müsbət z-lə mənfi z islah gedir. Y-ın üstünə y gəlirəm. Olur 2y. Mənfi x-dan da x çıxıram. Olur mənfi 2x. Bu qədər. Daha sonra üçüncü. Tutaq ki, mənə deyir ki, a bərabərdir. Mənfi 14-də 3. B bərabərdir. Mənfi 21-də 5. C bərabərdir. Mənfi 4-də 1. Olarsa A, B və C-ni müqayisə edin. Uşaqlar, müqayisə eləmək üçün normalda müsbət kəsirlərdə də eyni şey eləyirik. Ya surətləri eyniləşdiririk, ya da məxrəcləri eyniləşdiririk. Burada məxrəcləri eyniləşdirmək asandır. 14-ün, 21-in və 4-ün ortaq məxrəci, deməli 21-i 4-ə vursaq 84-dür. 84 almaqdan ötürü, düz elədim də, 84 almaqdan ötürü 14-ü vurmalıyam neçəyə? 6-ya. 21-i vurmalıyam 4-ə. 4-ü də vurmalıyam 21-ə. Aha. A bərabər oldu. Mənfi 84-də 18. B bərabər oldu. Mənfi 84-də 20. C bərabər oldu. Mənfi 84-də 21. İndi uşaqlar, biz müsbət kəsirlər üçün deyirik ki, məxrəclər eynidirsə, surəti böyük olan kəsir böyüdür. Sadəcə biz bilirik axı mənfi ədədin kiçiyi böyüdür. Ona görə burada ən kiçik olan kəsir əslində normalda 84-də 18-dir. Amma mənfi olduğu üçün artıq ən böyük olur A.
Sonra gəlir B. Ən kiçiyi isə olur C kəsri. Daha sonra natural ədədin əksi ilə tərsinin cəmi, istəyirsiniz yazımda, 3-cü idi yoxsa 4-cü idi? Natural ədədin əksi ilə tərsinin cəmi bərabərdir -3,75-ə. Bu ədədi tapmağımızı istəyir. Əvvəlcə uşaqlar, natural ədədi x götürsəm, bilmirəm də neçədir. Əksi olacaq -x, düzdürmü? Tərsi də olacaq 1 bölünsün x. Tərsinə çevirdikdə hər bir tam ədədin bilirik ki, məxrəci 1-dir. İndi əksi ilə tərsinin cəmi, yəni -x-la 1 bölü x-in cəmi mənə verir -3,75. İndi istəyirsiniz bu -3,75-i də adi kəsrə çevirək. Yazırıq -3,75-in də 4-də 3-ə bərabər olduğunu bilirik də. İstəyirsiniz yazım. %75 ixtisar aparanda qalır 4-də 3. Deməli, getdik. İstəyirsiniz yerinə də qoya bilərsiniz uşaqlar. Ya da ki, tənlik formasında da həll eləyə bilərsiniz. Tənlik formasında həll eləyəndə biraz gəlib kvadrat tənliyə çıxırsınız. Kvadrat tənliyi bilmirsiniz də. Ona görə də bilmirsiniz deyəndə ki, yəni hələ biz keçməmişik. Ona görə istəyirsiniz burada məntiqlə də işləyə bilərsiniz. Burada məntiqlə işləyəndə, məsəl üçün natural ədəd uşaqlar, biz bilirik ki, -4 olsa, -4-ün üstünə 4-də 1 gəlsəm, onda bilirik ki, mənfi ədədin üstünə müsbət ədəd gələndə böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Yəni burada modulca böyük olan 4-dür. 4-dən 4-də 1 çıxacam, cavabı da mənfi alacam. 4-dən 4-də 1 çıxmaq üçün nə edəcəm? 4-dən tam götürürəm. Yazıram -3 tam, 4-də 4 kimi. -3 tam 4-də 4-ün üstünə 4-də 1 gələndə artıq böyükdən kiçik çıxıb böyüyün işarəsini yazacam. Yazacam -3 tam, 4-də 4-dən 4-də 1 çıxacam, yazacam 4-də 3. Baxın, ödədir. Həqiqətən də x, deməli x neçəymiş? X 4 imiş. Əksi olub -4, tərsi də olub 4-də 1. Cəmləyəndə də almışıq -3 tam 4-də 3. Daha sonra A kiçikdir modulda A, B'nin kvadratı kiçikdir B. Mənə deyir ki, aşağıdakilərdən hansı doğrudur? Ümumiyyətlə uşaqlar, biz təyin eləməliyik ki, bu nə vaxt baş verir? A nəyə görə modulda A-dan kiçikdir? Uşaqlar, əgər A ədədi mənfi ədəddirsə, onda öz modulundan kiçik olur. Çünki biz bilirik ki, modul müsbətdir. Əgər məsələn tutaq ki, A müsbət ədəddirsə, 3 3-dən necə kiçik ola bilər? Amma A mənfidirsə, -3 özünün modulundan kiçik olur. Çünki bu müsbət 3 olur. Onda belə başa düşdüm ki, A mənfi ədəddir. A 0-dan kiçikdir. Sonra gəldik bura. Uşaqlar, ədədin kvadratı özündən o vaxt kiçik olur ki, biz bilirik ki, tutaq ki, tam ədəddirsə, kvadratı olur tutaq ki 4. Tam ədədin kvadratı ədədi böyüdür. Amma ədəd 0 və 1-in arasında yerləşən hər hansı bir adi kəsirdirsə, tutaq ki, 2-də 1 olsun. Onda ədədin kvadratı uşaqlar, yəni üstü qüvvəti, ədədi kiçildir. Nəyə görə? Çünki 2-də 1-in kvadratı nəyə bərabərdir? 4-dən 1-ə, düzdür? Mən bilirəm ki, surət eynidirsə, məxrəci böyük olan kəsir kiçikdir. Yəni 4-də 1 2-də 1-dən daha kiçikdir. Ona görə deyirik ki, 2-də 1-in kvadratı 4-də 1-dən, daha doğrusu hədə 2-də 1 öz kvadratından böyük olur. Deməli, belə də başa düşdük ki, B ədədi yerləşir 0 və 1-in arasında. Yəni 0 və 1-in arasında yerləşən hər hansı düzgün kəsirdir. Bu da cibdə. İndi mənə variantlar verib. Deyir ki, A vur B 1-dən kiçik, 0-dan böyüdür. Bu A variantı. B variantı. A vur B 0-dan böyüdür.
C variantı A vur B sıfırdan kiçik bərabərdir. D variantı A vur B bərabərdir 1'ə. Y variantı A vur B sıfırdan kiçikdir. Uşaqlar, A vur B 0 və 1'in arasında yerləşə bilməz. Çünki A mənfi ədəd, B müsbət ədəddir. Mənfi ilə müsbətin hasili mənfi eləyir. Mənfi ədəd də 0 və 1'in arasında yerləşmir. Eyni ilə A vur B 0'dan böyük ola bilməz. A vur B mənfi ədəddir. A vur B 0'dan kiçik bərabər ola bilməz. Nəyə görə ola bilməz uşaqlar? Çünki burada nə B 0 deyil. Çünki B 0 olsa 0 kiçikdir 0 mənasızlıqdır da. Və ya da ki A 0 deyil. 0 kiçik 0 olmur. Ona görə deyir ki, nə A 0 deyil, nə B 0 deyil. Ona görə də burada bu kiçik bərabərdir olan şərtini artıq bu heç biri ödəmir. Ona görə bu da deyil. A vur B 1'ə bərabərdir. Bu qətiyyən deyil. Çünki A mənfi ədəddir. B də kəsir ədəddir. A vur B 0'dan kiçikdir. Doğrudur. Çünki A mənfi ədəddir. B də yenə yəni ki, kəsir də olmuş olsa müsbətdir də. Mənfini müsbətə vuranda mənfi alıram. D variantı doğrudur. Daha sonra Y variantı doğrudur. Daha sonra ədədin standart şəklə gətirilməsi. Ədədi standart şəklə gətirəndə uşaqlar konkret bizim bir qaydamız var. A vurulsun 10 üstü n. Buna deyirik ədədin standart şəkli. A'ya deyirik qiymətli hissə. Qiymətli hissə. N'ə deyirik tərtib. Bir dənə sadəcə bilməli olduğumuz şey nədir? Qiymətli hissə, yəni bu A, mütləq ki 10'dan kiçik, 1'dən böyük bərabər olmalıdır. Yəni 1 ola bilər, amma 10'u ala bilməz. Mütləq o aralıqda yerləşən hər hansı bir ədəd olmalıdır. İndi getdik. Məsələn, mənə deyir ki, ay maşallah, 442, yanında da var hardasa, bilmem bir 6-7 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7, tutaq 8 dənə 0 var. Mənə deyir bu ədədi standart şəkildə yazın. Uşaqlar, axı biz dedik ki, qiymətli hissə 1 və 10'un arasında yerləşməlidir. Yəni mən bu sıfırları götürsəm belə ədədim 442 eləyir. Yəni mən belə başa düşürəm ki, mən bu ədədi 4 tam neçəsi eləyə bilərəm ancaq. 44 tam neçəsi eləyə bilmərəm, 0 tam neçəsi eləyə bilmərəm, 442 ümumiyyətlə eləyə bilmərəm. Qiymətli hissəsini yazmalıyam 4 tam %42 vurulsun 10 üstündən. Vergülün neçə vahid mən sola sürüşdürdüm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 vahid sola sürüşdürdüm. Onda yazıram 10 üstü 10. Deməli, ədədi neçə vahid vergülü sola sürüşdürürsünüzsə, o zaman onun üzərinə də həmin qədər qüvvət yazırsınız. Çünki mən bilirəm ki, uşaqlar, 4 tam %42'ni 10 üstü 10'a vuranda bu ədədi gəlib alacağım. Yəni mən onun vergülünü 10 vahid sağa sürüşdürüb bu ədədi gəlib alacağım. Və yaxud da ki, kiçik ədəd versə mənə. Tutaq ki, verib 0, 0, 0, 0, 0, 8 bərabərdir. Deyək ki, bu ədədi standart şəkildə göstərin. Yenə də mənim ədədim 1 və 10'un arasında yerləşmir qiymətli hissəm. Qiymətli hissəni 1 və 10'un arasında yerləşdirmək üçün bunu 8 kimi göstərməliyəm. Yazıram 8 vurulsun 10'un üzərində. Amma bu səfər uşaqlar mən kiçikdən böyüyə gedirəm. Yəni sağa doğru gedirəm. 1, 2, 3, 4, 5 vahid sağa getdim. Yazacağım 8 vurulsun 10 üstündə -5. Niyə mənfi yazırıq uşaqlar? Ümumiyyətlə mənfi qüvvət ədədin mənfisi kimi deyil. Mənfi qüvvət ədədin yerini dəyişir. 10 üstü -5 nə deməkdir? 1 bölünsün 10 üstü 5 deməkdir. Yəni 1 bölünsün 100.000 deməkdir. Yəni 0 tam 100.000 də 1 deməkdir də. 0 tam neçə 0 yazdım? 1, 2, 3, 4 1, 2, 3, 4, 5, 6 çox oldu. 0 tam 100.000'də neyse 1 deməkdir. Bizi deyək 1, 2, 3, 4, 5.
deməkdir. Mən bilirəm ki, 8-i mən bu ədədə vursam, 8-i bu ədədə vursam, yəni 8-i sıfırdan 100 mində 1-ə vursam, gələcəm bu ədədə alacağımda 0-dan 100 mində 8 alacağım. Onda belə başa düşürəm ki, qiymətli hissəni 1 və onun arasına daxil eləmək üçün 8 vurulsun 10 üstü -5 kimi yazmalıyam. Tutaq ki, tərtibimi soruşsa deyəcəm -5-dir. Qiymətli hissəni soruşsa deyəcəm 8-dir. Daha sonra başqa. Aha. Daha sonra deyir ki 5 vurulsun onun üstündə 4 A bərabərdir. B bərabərdir. 7 vurulsun 10 üstündə 3. Bu ədədlərin dir hasilinin tərtibini tapın. 5 vurulsun 10 üstü 4 vurulsun. 7 vurulsun 10 üstü 3 bərabərdir. Mən burada 5'i 7'ye vuracağım. Yazacağım 35. 10 üstü 4'ü 10 üstü 3'e vuranda biz bilirik əsaslar eynidirsə qüvvətlər toplanır. Yazacağım 10 üstü 7. Amma axı mənim standart şəklimdə qayda var idi ki, qiymətli hissə 1 və onun arasında yerləşməli idi. 35 1 və onun arasında yerləşmir axı. Onda mən onu yazacağım. 3,5 vurulsun 10 vurulsun 10 üstü 7. Yəni 3,5 vurulsun 10 üstü, mən bilirəm ki, yazmamışam, qüvvət 1 deməkdir. Üstləri toplayıram, 10 üstü 8. Tərtibimi soruşurdu, o da olur 8. Daha sonra, bu suallar başqa vəsaitdən idi. İndi bir dənə də topludan, bir dənə bunu da yazdım, bizi deyək. Qəşəng sualdır. Aha. Mən bayaq dəstə izah eləyəndə də demişdim ki, uşaqlar, iki müsbət ifadənin cəmi daha doğrusu, o vaxt sıfıra bərabər olur ki, hər iki ifadə ayrı-ayrılıqda sıfıra bərabər olarsa, yəni x minus 3 özü də sıfıra bərabər olmalıdır. Y minus 4 özü də sıfıra bərabər olmalıdır ki, bunların kvadratlarının cəmi də sıfır olsun. Çünki iki müsbət ədədi düşünürmüsünüz ki, toplayanda sıfır olsun. Yoxdur da elə bir hal, düzdürmü? Ancaq özləri sıfır olmalıdır. Yəni tutaq ki, buradan tapıram x 3'dür, buradan da tapıram ki, y 4'dür. İndi buna aid bir dənə də misal yazaq. Kök altında x kvadratı çıxılsın 4x üstə gəlinsin 4, üstə gəlinsin modulda x çıxılsın y üstə gəlinsin 5. Kiçik bərabərdir 0. İndi bir dənə analiz eləyək. Bu cüt dərəcədən kökdür. Cüt dərəcədən kök hər zaman müsbətdir. Bu da moduldur. Modul da hər zaman müsbətdir. Bu ifadənin sıfırdan kiçik olma şansı yoxdur. Mənfi olma şansı yoxdur. Bu ifadənin ancaq sıfıra bərabər olma şansı var. O da özləri ayrı-ayrılıqda sıfıra bərabər olarsa. Yəni x kvadratı çıxılsın 4x üstə gəl 4 sıfır olarsa, x çıx y üstə gəl 5 sıfır olarsa. İndi bu ifadə uşaqlar a çıxılsın b-nin mötərizə kvadratının açılışıdır. İnşallah tam cəbri ifadələr keçəndə deyəcəm müxtəsər vurma düsturları. Yəni bu x çıxılsın 2-nin mötərizə kvadratının açılışıdır. Bax bu. O da bərabərdir 0-a. Onda x çıxılsın 2 bərabərdir 0-a. Hər tərəfdən kök alanda x də bərabər olur 2-yə. X-in 2 qiymətini bax gətirib burada yerinə yazıram. 2 çıx y üstə gəl 5 bərabərdir 0-a. Y də bərabərdir. 2-nin üstünə 5 gəlirəm 7. 7-ni də atıram o tərəfə. Olur mənfi 7. Y də mənfi olur. İstəyirsiniz belə açıq aydın yazım. Mənfi y saxlayıram solda. 7-ni atıram sağa. Olur mənfi 7. Onda hər ikisinin mənfisi gedir. Cavabda qalır müsbət 7. Daha sonra bir də mənfili bir qəşəng bir yeşil ifadə varmı? Aha, var. A bərabərdir mənfi 3, B bərabərdir mənfi 2, C bərabərdir mənfi 4. A çıxılsın B modulda, vurulsun
B çıxılsın. Modulda mənfi C, bir də modulda. Bölünsün. A vurulsun B vurulsun modulda C bərabərdir. Getdik, ədədlərimizi yerinə qoyaq. A mənfi 3. Çıxılsın B mənfi 2. İki işarəni yan-yana yazanda mütləq uşaqlar mötərizə içərisində yazmalısınız. Vurulsun. B mənfi 2. Çıxılsın. Modulda mənfi C özü də, bax C'nin qabağında da mənfi var. C özü də mənfidir. Mənfi 4. Sadələşdirəcəm birazdan. A mənfi 3 vurulsun. B mənfi 2 vurulsun. C mənfi 4 modulda. Bərabərdir. Getdik. Deməli, mənfi 3. Buradakı bu mənfi ilə bu mənfi bir-birini eləyir üstə gəlmə. Olur üstə gəl 2. Yenə modulda vurulsun. Mənfi 2. Baxın uşaqlar, modulun içərisində mənfi bir də mənfi var. Yəni iki mənfi bir-birini müsbət edir. Yəni modulun içərisindəki 4 müsbət olur. Olsa çölə çıxanda da müsbət olacaq idi. Olur çıxılsın mənfi 2. Çıx, buradan çıxdı 4. Düşdük aşağı. Mənfi 3'ü mənfi 2'ye vuranda, 2 mənfini bir-birinə vuranda müsbət edir. Olur müsbət 6. Bu mənfi 4 də moduldan müsbət 4 olaraq çıxır. Olur 6 vurdur, yəni 24. Bərabərdir. Gəlir yenə bura. Mənfi 3'ün üstünə 2 gələndə böyükdən kiçik çıxıram, böyüyün işarəsini yazıram. Mənfi 1. Mənfi 1'dən moduldan çıxır müsbət 1. Mənfi 2'dən 4 çıxıram. Mənfi 6 neyini toplayırıq, qarşısına mənfi yazırıq. Mənfi 6. Mənfi 6'dan moduldan 6 olaraq çıxır. Bölünsün 24. Всё. 6 ilə 24. 6'ya ixtisar gedir. Qalır 1, qalır 4. Və ya 0,25. Bir dənə də modula aid ifadə yazım. Kifayətdir. Tutaq ki, deyir ki, kök altında, modulda, çünki böyük çəkdim. Kök altında 5 çıxılsın 3. Üstə gəlinsin. Modulda 2 çıxılsın kök altında 5. Bərabərdir. Getdik. Əvvəlcə mən burada kök anlayışını bilməliyəm ki, bu ikinci dərəcədən kökdür. Bu 3'ü ikinci dərəcədən kökün altına salmalıyım ki, bu ikisini müqayisə edeyim, görüm hansı böyüdür. Mən bilirəm ki, 3'ü ikinci dərəcədən kökün altına salanda kök 9 olur. Yəni kök 9 kök 5'dən böyüdür. Belə başa düşürəm ki, kök 5'dən 3 çıxanda cavab mənfi olur. Əgər modulun içərisi mənfi isə nə edirdik? Böyükdən kiçik çıxaraq açırdıq. Üstə gəlinsin. Gəldik bura. 2'ni kökün altına salanda olur kök 4. Kök 4'dən kök 5 çıxanda təbii ki mənfi eləyir. Ona görə yenə də kök 5 kök 4'dən yəni 2'dən böyük olduğu üçün böyükdən kiçik çıxaraq açırıq. Şu. Mənfi kök 5 ilə müsbət kök 5 islah gedir. 3'dən də 2 çıxıram. Cavab olur 1.